Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə çox asan, pratik, çox dadlı, hazır yuxadan ətli börək reseptini bölüşəcəyəm. Mən öncədən börəyin ətini qovurmuşam. Çəkilmiş əti yağda suyu çəkilənə qədər qovururuq. Sonra isə sosunu hazırlayıram. Sosu üçün bizə lazımdır 1 stəkan qatıq, 2 ədəd yumurta, yarım armud stəkan bitki yağı. Bunları yaxşıca qarışdırıb həll edirik. Bir paçka da hazır yufka lazımdır bizə. Videoda gördüyünüz kimi pişirəcəyimiz qabın içərisinə yufkaları yerləşdiririk. Hazırladığımız sosdan səpirik aralarına. Sonra isə qovrulmuş əti də səpirik. Sonra yenidən eyni qayda ilə yufkaları bir-birinin üzərinə yığıb aralarını sos səpirik. Sonuncu yufkanın üzərinə də qalan sosu yerləşdirib, kəsib üzərinə çörək otu səpirik. Və öncədən isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişiririk. Bu qədər asan və bir o qədər də çox dadlı bir börək alındı. Hazırlayan hər bir kəsə nuş olsun. Bugünlük də bu qədər əziz izləyicilər. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənə qədər. Hələlik.